Salam, hər vaxtınız xeyir. Bugün bir short videosu paylaşmaq istədim qısa. Bugün oktyabr ayının 18-dir, həftə sonudur. Sabah yox, birisi gün, yəni ayın 20-si bazar açılacaq və qızılla bağlı öz analizimi sizə göstərmək istəyirəm. Qızıl bildiyimiz kimi 5-ci gün çox sərt bir düşüşlə günü yekunlaşdırdı. Mən hal-hazırda 4 saatlıq qrafikdə çəkdiyim trend line'ı və 1 saatlıqda, həmçinin 4 saatlıqda da olan düşüş trendi ilə kəsişmə nöqtəsini tam olaraq saatlıqda, 4 saatlıqda və 30 dəqiqəlikdə yaranan bu bloka denk gəldiyini görürəm. Bunu sizə bu formada göstərim. Gördüyünüz kimi bu ərazi. Burada çox güclü dəstək, daha doğrusu direnç bölgəsi var. Bu hər iki mənada, üç mənada hətta trendin qırıldığı nöqtədir. İlk növbədə bura. Çünki trend düşüşdə ilk növbədə buranı qırıb, sonradan test eləyib qırdığı nöqtəni və düşməyə davam edib. Bununla yanaşı həm də 4 saatlıq qrafikə baxsaq, 4 saatlıq qrafikdə qiymət 4 saatlığın blokundan reaksiya alıb geri dönüş edir. Mənim fikrimcə qızıl birinci gün yenidən qırıldığı zonaya, yəni bu iki dənə atdığım direnç və dəstək bölgəsinə, bu hissələrə geri dönüş edəcək. Ola bilər oradan reaksiyasını alsın, düşsün və yaxud da ki bu hissəni qırıb, yəni bu hissə dediyim bu hissəni qırıb yuxarı getsin. Biz Fibonacci-də atdığımız zaman buradan golden zona düşdüyünü də görə bilirik. 0.5 618 səviyyələrində də həmin blok səviyyəsinə düşür. Həm X setup'ın, həm blok səviyyəsinə, həm də qırdığı nöqtəni test eləmək məqsədi ilə hər bir halda 3-4 confirmation bizə qızılın bu zonadan bir reaksiya alacağını göstərir. Necə olacaq birinci gün birlikdə baxarıq.